Dedilər, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində daha gəlib gözəl bir ata mülkü çəkib sizə təqdim edir. Deməli, dədə-baba mülküdür bura. 6 sotun içində 4 otaqlı, şəxsi tikilidir. Köhnə tikili evdir. Bax, bura qaraj hissəsidir. Burada açıqla yazam sizə. Bax, meyvə ağaclarına qədər var. Gəl qardaş, gəl bura. Bu hissədən, bax, evi çəkkinə, bax, belə bir evdir. Burada istədiyin meyvə ağacı var. Gilasdan tutulmuş alçasına kimi, vişnəsinə kimi, heyvasına kimi. Bax, bura. Qardaş, gəl bura. Bir yaxın gəl, bu hissədən. Bura axran otağı olur. Yəni, bura imkanlı bir ailənin evi olur. Bura axran otağı olur. Burada da hamam tualet üçün ayrıca axran üçün. Yəni, evi nəzarət eləmək üçün. Bu, bir otaq buradır. Bir dənə də burada hamam tualeti. Evin böyük hissəsinə, bax, belə bir böyük hissəsi də var. Rahat keçmək olar. Evin kombi aparatı, radiatorları hamısı var. Sənət kupçadır. 6 sotun içində 4 otaqlı, 2 maşınlıq qarajı olan. Bax, burada, bunu da çək qardaş. Bax, burada qarajdır, bax, belə bir qarajdır. Qiymətini açıqlayacağım sizə. Burası sanitar qoğuşağıdır, ayaq yolusu. Hamamı buradandır, bu qapıdır. Evin içərisindən də var, çöldən də var. Girişli çöldən. Gəl içəri. Gəl bu ata-baba mülkünü çəkək, təqdim edək sizə. Doğrudan mənə, bilirsən nə yadıma düşdü? Operator qardaş. Həqiqətən kənd evləri olur. Ümumi gedirsən kənddə istirahət edin. Həmən yer elə bir ki, adamı xatırladır. Burada kənd evləri kimi. Böyük bir zaldır. Bax, buradan zala bax. Zalın bu başına getmək üçün gərək bir marşruta minəsən gedəsən, bax, belə. Bax, burası böyük bir zaldır. Zalın demək olar ki, haradasa kvadratı, nə deyim, valla, bir 60 olar təxmini. 50 olar, 60 olar. Bu uzundur, çox uzun. Burası sanitar qoğuşağı, bax, burada hamamıdır. Sanitar qoğuşağı, ayaq yolu sonraydı, burada hamamıdır. Çölədə çıxışı var, içəridə də var. Bax, otaqlardır, burada da otaqları görürsünüz, bax, yenə. Bir dənə qardaş, bax, buranı çək. Bu bir otaq, bu 2 otaq. Burada əşyalar, xalçalar qalır. Mətbəx belə kombi aparatı zad qalır. Qalan əşyaları götürəcəklər. Ola bilər bəzi əşyaları saxlasınlar. Yəni, ev sahibi ilə danışmalı, qiymətini açıqlayacağım. 6 sotda tam mülkiyyət, kupçalı, dədə-baba evi, həyətində də meyvə ağacları, qiymət 170.000 manat. 170.000 manata alıb buranı, elə bir gün mülkdür də bu, ata-baba mülküdür, aldın, gəldin, yaşadın. Doğrudan da münasib bilir. Gələcəkdə buranı da söküb nəysə tikə bilərsiniz, yarada bilərsiniz. 170.000 manata. Real alıcılar üçün gəlib ev sahibi ilə danışıb, razılığa gələ bilər qiymətdə. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım bizə üçün. Təşəkkürlər.